olarak ve Elnur müəllim bir təşkilatçı olarak bizim ənənəvi bir misyamız var. Ben burada da olsam, başka şirketlerle de əməkdaşlıq eləsəm, eyni versiyada gedirik. Bildiğiniz kimi bizim çok yaralı bir yerimiz var. İstesek de budur, istemesek de budur. 44 günlük müharibə oldu, suverenliğimizi koruduk, ərazi bütövlüğümüzü koruduk. Biz özümüze borç bildik, şəxsən öz adımdan, müəllimin adından deyirəm. Bunu ənənəvi şəkildə edirəm. Bizim şəhidlərimizi anırıq, qazilərimizi yada salırıq. Çünki bizim biz olmağımız üçün onların hər cürə əziyyəti var. Elə bilməyin ki, sizin əziyyətiniz yoxdur. Sizlər də müharibə iştirakçısınız. Elə insanlar vardı ki, pensiyasının son damlasına qədər insanlara xərclədi. Elə insan vardı ki, yatak döşeğini əskər və zabitlər üçün göndərdi. Mən onun şahidiyəm. Yəni ona görə də mən bunu borc bilirəm. İstəyərdim ki, əziz, dəyərli insanlarımız, istəyərdim ki, onsuz da bizim xalqımızdan heç yerdə yoxdur, dünyanın heç yerində yoxdur. Xarici ölkələrdə də belə olmuşuq, görmüşük. Yenə də biz o qədər mehriban, istiqamlı, köməkləyən insanlarıq ki, öz vətənimiz, öz insanımız, indi müəyyən sıxıntılarımız var, o da düzələcək həyatda. Beləliklə, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımıza güc qüvvət versin. Siz sakinlər xəstəlikdən, bəladan uzaq olasınız. Mən bunu arzu edirəm, özümə necə sizə də elə. Ona görə də bax, mən mikrofon götürüb quru-quru dayana bilərəm, amma mən onu etmirəm, edə də bilmərəm. Çünki əmək alırıq, əmək xərcləyirik, uşaqları əyləndirməyə gəlmişik, sizlərin ürəyincə bəzən böyük analarla zarafat edirik belə. Beləliklə, əskər və zabitlərimizə can sağlığı, şəhidlərimizi xahiş edirəm. Öncəliklə bir dəqiqəli sükutla yad eləyək, açılışdan öncə. Ondan sonra dövlət himnimiz səsləndirilsin, bu bizim gerbimizdir. Ondan sonra bir rahatçılıqla əyləncəmizi ürəyimiz istədiyimiz qədər edək və açılış edək. Nə deyirsiniz? Beləliklə, şəhidlərimizi ruhu qarşısında bir dəqiqəli sükutla dayanırıq. Allah rəhmət eləsin və Azərbaycan dövlət himni səsləndirilsin. Bəli, bu bizim vətəndaş borcumuzdur. Bax, bu körpələrə biz imza atmalıyıq.
Yəni ki, qoy böyüsünlər, vətənini sevsinlər, xalqını sevsinlər. Beləliklə gəlir əsas məsələyə, indi rahatçılıqla biz bu mağazanı istifadəyə verə bilərik. Uşaqlar, tələsmirik, orada heç nəyə toxunmuruq. Bibilər, xanımlar, hər biri özləri, əməkdaşlarımız sizə onu paylayacaqlar. Amma əvvəlcə gələk, bizim bu qırmızı lentimizi kəsək, sakinlərimiz baxsınlar, görsünlər ki, burada nələr var, nələr yoxdur. Hazırıq mı? Tacrestronun musiqimiz hazırdır mı? Aha. Çəkirsiniz mi? Genişdən hər kəsə. Aha. Yürüyün. Gelin ondan bire kadar sayalım. Ne diyorsun? Ha? Bilmiyorum. Onu... Evvelce isterdim ki lentten önce Elnur müəllim bak bu mağazanın ərsəyə gəlməsində böyük əməyi olan insandır. Necə? Bax bu gördüyünüz şirkətlərin təşkilində, mağazanda, sərgə ilə vitrində nə görürsünüzsə, heç bir qiymətin axtarışında çətinlik çəkmirsinizsə, malların qiymətləndirilməsində hamısında əmək olan insanlardan biridir. Müəllim də mağazanı işlədən müəllimdir. Bundan sonra əmin əllərdəsiniz. Bax bu sadə oğlanın əllərindəsiniz. Tam əmin edirəm ki, bütün məhsullar keyfiyyətlidir. İndi istəyirəm mağazanın açılışında xüsusi endirimlər və nələrsə varsa, maraqlı nələrsə varsa, onu, o cədvəli bax bu müəllimdən soruşaq. Buyurun. Sağ olasın efendim. Müzakerelere sebep olacak. Aziz Yasamal cemaati, ben de bu gözelimlere koşuluram. Hoş gelmişsiniz, gelmişsiniz. Böylelikle Allah'ın ruzunuza bereket versin. Çekimlik dolayıyla, o kadar çekimlik dolu olsun ki sayfaya yer aktarıp, hemen yer bakmıyor. Olar mı öyle? Marketin üründen itibaren geliyor. Umi kokakları, komş kokakları geçerlidir. Fikir verecektir, belediye etrafımızda en ucuz kıymetleri olan marketler. Çeşitleriyle karşınızdayız. Alışveriş verilecektir. Alışverişimizin değerinde 50 manattan yukarı alışveriş verilsin. Çeki gidin hanımlara gösterirsin. Size bak öyle bir hediyeler verecekler. Tahminen 10-15 manat civarında. Ama 50 manattan aşağı olarsa yeni hediyelerimiz var. Tortumuz var, çayımız var, kofemiz var, sarımsak karıştırmamız var. Yiyin, için, komşuları darda koymuyor. Pulunuzu komşuya harcayın. Allah size kömek. Bəli, alqışlar gelsin dostlar. Sevindirin de biz de sizin sevindirinizde şərik olmağa çalışırıq. Və o sayılı dəqiqələr gəldi mi müəllim? Yox, qayçı kəsmir ki. Qayçı kəsmir. Bəli, bu təzə adətdir. Qayçı kəsmir, qardaşım, nə qədərlər kəsmir.